This book Bu kitab bizə lazım olan tək şeydir. Demək istəyirəm ki, biz hazırda Dubaydayıq, ətrafımız maşınlar, pullar və lükslə əhatə olunub. Amma, bilmirəm, bugün ağır bir gün idi, uzun bir iş günü. Belə bir şeyi dərk etdim, hər şeyə sahib ola bilərsən. 8 il əvvəl başlayanda müflis idim, heç nəyim yox idi, sadəcə gecə-gündüz çalışırdım. İndi əlhəmdülillah hər şey yaxşıya doğru gedir. 30-dan çox işçisi olan şirkət, 200-dən çox müştəriyə xidmət. Hər şey qaydasındadır. Amma bu məni xoşbəxt edirmi? Bu məni mənəvi olaraq daha dolğun, daha yaxşı edirmi? Bilmirəm. Dediyim kimi, bu din, səni bu həyatda, bu qədər arzuların, diqqət dağıdan şeylərin və maddi uğurların içində dik tutan, təvazökar saxlayan tək şeydir. Dubay yaşamaq üçün möhtəşəm yerdir. Burada din və dünya arasında əslində çox yaxşı bir balans var. Karyera imkanları çoxdur, mənə də çox şey qazandırdı. Amma bəzən sadəcə dayanıb düşünmək yaxşıdır. Məhz buna görə kameranı açıb ağlımda olan bəzi səmimi məsləhətləri bölüşmək istədim. Gənc müsəlmanlara səmimi məsləhət. Əgər sən bizneslə maraqlanan, məqsədləri olan və onlayn qurulardan ilhamlanan gənc bir müsəlmansansa, məni diqqətlə dinlə. İnsanların onlayn nümayiş etdirdiyi o həyat hər zaman göründüyü kimi gözəl deyil. Əgər bir müsəlman kimi dininə uyğun uğur qazanmaq istəyirsənsə, anlamalısan ki, sənin problemin motivasiya çatışmazlığı, yorğunluq və ya nə edəcəyini bilməmək deyil. Sənin çatışmayan cəhətin bacarıq və nizam-intizamdır. Mən 16 yaşımda başlayanda, indi 24 yaşım var, nə etdiyimi bilmirdim. Motivasiyam var idi, amma onlayn gördüklərimlə müqayisədə özümü azmış kimi hiss edirdim. Lakin nə vaxt ki, özümü inkişaf etdirməyə, müştərilərimə kömək edəcək dəyərli bir bacarıq, mənim vəziyyətimdə web dizayn öyrənməyə başladım, hər şey məna qazanmağa başladı. Bacarıq, strategiya və şans real uğur ehtirasının arxasınca qaçmaqdan və ya sadəcə bəxtə inanmaqdan gəlmir. O bacarıqdan və strategiyadan gəlir. Şansın ehtimalını özün artıra bilərsən. Əlbəttə bəxt də lazımdır, amma zəhmət giriş səndən, nəticə isə Allahdandır. Əsas odur ki, bacarıq inkişaf etdirəsən, strategiyanı tətbiq edəsən və hərəkətə keçəsən. Rejim qur, özünü fəda et, tənbəllik etmə və kiminsə gəlib səni xilas etməsini gözləmə. Heç kim səni xilas etməyəcək. Bunu özün etməlisən. Satış sənəti və mübarizə öyrənməli olduğun ən vacib bacarıqlardan bir satış və danışıqlar aparmaq sənətidir. Biznes sadəcə rəqəmlər oyunu deyil, insanlar oyunudur. İnsan psixologiyasını, əlaqə qurmağı, networkingi başa düşməlisən. Ən yaxşı məhsulun ola bilər, amma satışı master səviyyədə bilmirsənsə, bunun heç bir əhəmiyyəti yoxdur. Biznesin ilk 3 ili əyləncəli olmamalıdır. O illər tənhalıq və darıxdırıcı işlərlə dolu olmalıdır. Heç kim sənə inanmayacaq, dostların səninlə eyni drayva sahib olmayacaq. Amma böyümək üçün ağrı lazımdır. İdmanda əzələ qurmaq üçün onları ağrı ilə parçalamalı olduğun kimi, həyatda da komfort zonandan çıxmalı və çətinliklərlə üzləşməlisən. Netflix izləyib, bütün günü YouTube-da vaxt öldürərək irəli gedə bilməzsən. Özünü başqaları ilə müqayisə etmə. Sən birinci səviyyədəsənsə, özünü 100-cü səviyyədə olan biri ilə müqayisə etmə. Özünü dünənki özünlə müqayisə et. Gənc olanda xidmət əsaslı bizneslə başlamaq ən yaxşısıdır. Çünki investisiya tələb etmir, sadəcə bacarıq öyrənib satırsan. Biz də belə başladıq, indi isə daha çox avtomatlaşdırılmışıq, konsultasiyalar veririk və proqram təminatı SaaS qururuq. Amma 9 il əvvəl mən indiki vəziyyətimi xəyal belə edə bilməzdim. Biznesin fazaları, işləyən bir model tap və çox çalış, scaling mə, sistemlər qur, delegation tapşırma, İnsanları işə gör ki, zamanını geri alasan. İlk 10 mini tək qazanarsan, növbəti 100 mini isə komanda ilə. Biznesi Allah üçün qurmaq, hər şeyi bu kitabın Quran dediyi kimi Allah rızası üçün et. Maddi uğur, bahalı əşyalar üçün yox. Çünki sonda öləcəyik. Allahın qarşısında dayananda bizdən soruşacaqlar, pulu necə qazandın və hara xərclədin? Mənim ən böyük motivasiyam da, qorxum da budur. Bir dəfə qarşıma $200.000 böyük bir müqavilə imkanı çıxdı. Amma işin mahiyyəti dinimizə uyğun değildi. Biraz şübhəli idi. Bir neçə şeyxlə məsləhətləşdim və sonda xeyr dedim. O pulu əlimin ardı ilə itələdim. Başlanğıcda çətin idi, amma sonra qəlbimə rahatlıq gəldi. Sənə axirətdə baş ağrısı verəcək pula heç vaxt bəli demə. Pul bir alətdir.
Müsəlmanların güclü olması, iqtisadiyyatı idarə etməsi lazımdır. Peyğəmbərimiz Ətiyunə buyurub ki, insanların ən xeyirlisi onlara fayda verənidir. Amma buna çatmaq üçün nizam, intizam və fokus lazımdır. Arzularının üstündə yatmağa davam etsən, onları öldürəcəksən. Hər saniyən, hər niyyətin bir sınaqdır. Niyyətini qoru, özünü inkişaf etdir. İnşallah hər şey daha yaxşı olacaq. Allah sizi qorusun. Assalamu alaikum.